İdmanın ardından 2 saat sonra özümə möhtəşəm bir səhər yeməyi, yanında bir stakan kofe hazırladım. Kanalıma xoş gəldiniz bu arada. Abunə olmağı unutmayın. Qısa short video çəkirəm, tez-tez çəkməliyəm. Vlog formasında isə YouTube kanalına yerləşdirmişəm. Sonra isə çölə çıxıram. Axır ki, çölə çıxa bildim. Həyatımın isyanından sonra artıq marketə çatdıq və bir-iki orqanayzer falan almalıydım. Marketin içərisində Teddy olduğu üçün və Kik olduğu üçün çox sevinirəm. Teddy çox böyükdür, yəni içərisində hər şey var, hər şey. Yəni tapmaq istədiyiniz hər şeyi tapa bilərsiniz. Hətta eski üstünlük güllər, təbii olmayan güllər var. Təbii ki, bunlar mənə lazım deyildi. Mənə əsas lazım olan dəftər falan almaq idi. Dəftər idi, bir-iki orqanayzer falan almaq idi. Burada dəftərlər çox idi, sadəcə çox baha olduğu üçün. Sadəcə 2-3 dənə ucuz, mənim büdcəmə uyğun dəftər götürdüm və yollandım kassaya. Hallo. Ich brauche eine Tüte auch. Sadəcə qızla söhbət etdikdən sonra ödəməmi edib markete yollandım. Marketin içərisindəki hər şeyi çəkmişəm. Çox geniş bir marketdir. YouTube kanalımda var. Zəhmət olmasa abunə olun, izləyin, fikirlərinizi bildirin. Ondan sonra evə lazım olan bir-iki şey vardı. Onları aldım. Zaryadkam da çox az olduğu üçün çox geniş formada çəkə bilmədim sizə. Daha geniş formada çəkmək istərdim. Ümumiyyətlə Almaniyada 3 market növü var. Yəni mənim bildiyim Norddur, Lidl'dır, Kauflanddır. Ən ucuzu Nord, sonra orta Lidl, sonra isə Kaufland gəlir. Kaş ki mən Lidl'a gedərdim deyib evin yanına getmədim. Sonra Zaryadkam bitdiyi üçün evin yanındakı Lidl'a getdim və yaxşı ki də gəlmişəm. Lazım olan ümumiyyətlə xırım-xırda şeylərin hamısını buradan çox ucuz qiymət aldım. Çörəyi də aldım. Çörəyi də bu şəkildə maşınkada kəsdirdim. Türk marketinə gedəcəkdim. Sadəcə hava soyuq və zaman qısıtlı olduğu üçün dedim sonra gedərəm. Kanalıma abunə olun, məni izləməyi unutmayın. Fikirlərinizi yazın. Öpürəm sizi.